Əleyhisselamın sözüdür, buyurur ki, mən azumə siğarəl məsaib ibtəlahullah bi kibari. Hər kim kiçik çətinlikləri böyüdərsə, Allah böyüklərə mübtəla eləyər. Sənə xırda çətinliyi verib, şişirdirsən ki, bu nə həyatdır filan, onda deyir, həyat sən nə edir? Aparır ondan ağıra ki, buna şükür eləyəsən. Deyəsən, o nə dərd deyildi ki, mən şişirtmişdim. Allah deyir, kiçik çətinliklər çıxanda böyütmə onları ki, böyüklərə düşməyəsən. Kiçik çətinliklərin adını qoy ki, xırda məsələdir, düzələr şükür Allaha, yaxşı, nə olub ki? Bunu biraz diliyi məcbur elə bu sözü deməyə. Salam verməyə peşmansan. Deyəcəksən ki, kaş mən buna salam verməzdim, ağzını açır şikayətlə, bir tər yaşayırıq da, adı yaşamaqdırsa bunun nəyər, filan şey, həyat belədir, filandır. Adam deyir ki, mən qələt elədim, sənə salam verdim. Kaş mən səndən, çünki o yoluxdurur adamda. Deyirlər, çevrəmizdə elə adamlarla oturun və yaxud da bir pozitiv insanlar olsun. O mənada yox ki, problemlərə təslim, aciz adam, şükür Allah'a, o mənada yox. Problemlərlə mübarizə aparan, onları həll eləyən, eyni zamanda təbii qəbul eləyən. Bəli, mən bir sıra problemlərimi həll eləyəcəm, növbətlər gələcək. Və bir daha deyirəm, bunun ictimai, sosial tərəfi ilə işim yoxdur. Bəzən elə şeylər var ki, onlar ictimai hansısa proseslərlə həll olunmalıdır. İnsanlar da hansısa vətəndaş mövqeyi ortaya qoymalıdır. Onlar öz yerində, bunun mənəvi tərəfindən danışıram. Çünki insanın yanaşmaları çox önəmlidir. Niyə görə şişirdirsən? Əleyhisselam buyurur ki, sən şişirtsən xırda şey, çətinlərə düşəcəksən. Ondan da ağırlara düşəcəksən. Şişirtmə, daha da kiçildir. Problemi kiçiltdirən ki, problemim var, Allahım ondan böyüdür, mən də ortadayam, meydandayam. İnşallah Allah mənə kömək eləyəcək, problemimi həll eləyəcək. Bunu bir dənə dilin çönsün, denən, canın çıxmasın bunu deməyə. Bir kəlmə denən, bu şəkildə yanaş, onda görəcəksən ki, sən demə, o qədər də çətin deyilmiş. Çətinlik yurdur, amma sənin yanaşmaların çətinlikləri asanlaşdıra bilir. Yoxsa ki, insan bərabərdir çətinlik, insan bərabərdir sıxıntı. Sənin adı insan qoyan gündən, sənə insan mahiyyəti verən gündən sənin içində, bir daha deyirəm, yüzlərlə istək toqquşur. İstəklər də toqquşmağa başlayanda mütləq birinə çatacaqsan, birinə çatmayacaqsan və o sənə əziyyət verəcək. Vəssalam. Bu da bir müvəqqəti bir müddətdir, ucalma müddətidir. Ondan sonra bitir, o da bitir. O da bitir. Əbədiyyət qarşısında sıfırdır bizim yaşadığımız müddət dünyada. Biz əbədi var olacaq. O ilə müqayisədə 100 il sıfırdır. Ümumiyyətlə, əbədiyyətlə müqayisədə hər şey sıfırdır da. Əbədiyyət və neçə il. Neçə il artıq, yəni heç nə. Boşluq, sıfır.